Bismillahirrahmanirrahim. Esselamu aleykum ve rahmetullahi ve berekatuh. Allah ibadət itaatlərinizi, oruç namazlarınızı qəbul eləsin. Allah dualarınızı qəbul eləsin. Esselamu aleykə ya amirəl müminin və rahmetullah və berekatuh. Əmirül müminin əleyhissalamın zərbətlənməsi bilirsiniz ki, Qədr gecələrinə təsadüf etdi. Birinci Qədr gecəsində Həzrətin zərbətlənməsi də oldu. Bu münasibətlə əvvəlcə İmam Zaman əleyhissalamı, sonra bütün müsəlman aləmini, Əhl-i Beyt tərəfdarlarını onlara başsağlığı verirəm. Allah təbarək və teala inşallah bu müsibətdə səbr edənlərə verdiyi əcri bizlərə də versin, əta etsin inşallah. Biz Həzrəti Əmirül Müminin əleyhissalamın sonuncu vəsiyyətindən danışırdıq. Bax, hələ bu günlər idi ki, Əmirül Müminin zərbətlənəndən sonra həkim gəldi, yoxladı. Sonra dedi ki, öz vəsiyyətini elə. Yəni, qılınc zəhərli idi. Ona görə bəlkə də qılınc zəhərli olmasaydı, Əmirül Müminin şəhadətə çatmazdı. Amma qılınc zəhərli idi deyə artıq zəhər işini görmüşdü. Ona görə həkim dedi ki, vəsiyyətini elə. Əmirül Müminin bu sözü eşidəndən sonra buyurdu, kağız, mürəkkəb gətirin, vəsiyyət eləyirəm. Həmən bax o anda, o yaralı halda etdiyi vəsiyyətlərdir bunlar. Biz bir neçə bəndinə toxunmuşduq. Bugün də istəyirəm bir neçə bəndinə toxunum. Qısa olaraq inşallah həm də təbərrük olsun bizə. Əmirül Müminin vəsiyyətin davamında belə buyurdu. Və Allaha fil cihadi bi əmvalikum və ənfusikum və əlsinətikum fi səbilillah. Siz Allah, Allah yolunda cihadı tərk etməyin, unutmayın. Allahdan qorxun cihad barəsində. Allah yolunda cihad öz mallarınızla, canlarınızla və dillərinizlə. Burada 3 kateqoriya qeyd olundu, 3 mərhələ qeyd olundu. Mal, can və dil. Təbii ki, Allah yolunda cihad deyəndə Allahın göndərdiyi dəyərlər uğrunda, Allahın bəyəndiyi işlər uğrunda, Allahın bizə vacib etdiyi, qoruması vacib olduğu məsələlər uğrunda biz malımızla, canımızla və dilimizlə cihad etməliyik. Cihad çalışmaq deməkdir, həm də vuruşmaq deməkdir. Əslində, insan bütün varlığı ilə bu həyatda çalışır, vuruşur. Bu özü bir cihaddır. Yəni, cihad etmək insanın zatındadır, zati keyfiyyətidir. Mübarizə aparmaq, cihad etmək, inkişafın yollarını arayıb axtarmaq, inkişafa mane olan maniyələri qaldırmaq, aradan qaldırmaq. Bütün bunlar cihadın elementləridir və cihadın zati bir keyfiyyət olduğunu göstərir. Nəinki insan, hətta qeyri-insanlarda, heyvanlarda belə cihad var, bitki aləmində cihad var. Görürsən ki, bir ağacdır, o da cihaddadır. Çalışır, məsələn, kök salır. Hətta kökü o müəyyən maniyələrə rastlaşdıqda, hətta maniyələri, o daşı yarır keçir. Əgər daşı yara bilmirsə, gedir onun kənarından dövrə vurur, yenə də gəlir öz məqsədinə. O suya çatmalıdır, o suyu götürmək üçün, qidalanması üçün vacibdir ki, kök salsın, daha dərinliklərə kök salsın. İnsan da deyir, belədir. İnsan bütün anlarında cihad eləyir, bütün anlarında çalışır, vuruşur, səy eləyir. Və bu ən vacib elementdir, amma insan çalışmalıdır ki, bunu düzgün şəkildə yönəltsin. Və Allah təbarək və teala bizə nəfs veribsə, bizə qəzəb veribsə, məhz bu cihadın bazasıdır. Cihadın bazasıdır. Əgər bu nəfs olmasa, qəzəb olmasa, biz çalışa bilmərik, qabağa gedə bilmərik. Nəfs bizi qabağa aparır. Amma nəfsi geri kontrol eləyək ki, cızıqdan çıxmasın. O Allahın təyin etdiyi o xəttdən qırağa çıxmasın. Qırağa çıxsa bizi həlak eləyəcək. Onu düzgün şəkildə biz yönətməliyik. Əgər Allah bizə nəfs verməsəydi,
bizim cihadımız da olmazdı. Yəni inkişaf etmək, qabağa getmək, ucalmaq bir məqsədimiz, hədəfimiz olmazdı. Qəzəb nədir? Qəzəb odur ki, sənə yönəlmiş o maneələri özündən dəf etmək. Müdafiə məsələləri məhz qəzəbə qayıdır. İnsanın qəzəbi olmasa özünü müdafiə edə bilməz. Bu da cihadın bir bazasıdır. Ona görə Allah Təbarək və Teala Qurani-Kərimdə cihad edənlər barəsində çoxlu ayələr nazil edib, cihad edənləri sevir. Cihad edənlər Allahın yaxınlarıdır, Allahın dostlarıdır və çoxlu hədislər də o barədə var. Məsələn, cihad, fiziki cihad düşmənlə olan cihaddırsa, nəfslə mübarizə ən böyük cihad Peyğəmbərin hədisində adlandırılıb ki, bir dəfə deyir, döyüşdən qayıdandan sonra Peyğəmbər buyurdu ki, salam olsun, kiçik cihaddan qayıdanlara səhabələr soruşdular ki, ya Resulallah, bundan da böyüyü varmı? Biz getmişik, vuruşmuşuq, yaralanmışıq, şəhid olmuşuq. Bundan da böyük cihad varmı? Dedi, bəli. Ən böyük cihad insanın nəfsi ilə etdiyi cihaddır. Həqiqətən də daxildəki cihadda insan qələbə çalmasa, fiziki cihadda, meydan cihadında heç vaxt qələbə çala bilməz. Kərbəla səhnəsində biz bu dəstələri görürük, bu səhnələri görürük. İmam Hüseyin Əleyhisselamın yanında qalanlar kimlərdir? Onlar idi ki, daxili cihadda qalib gəlmişdilər. Nəfslə mübarizədə qalib gəlmişdilər. Onlar məhz İmam Hüseynin yanında qala bildilər. Amma o cihadda məğlub olanlar İmam Hüseynin yanında yer ala bilmədilər. Onun cihad çox vacibdir, çox mübarək bir işdir. Həzrət Əmirül-Müminin son anda, son nəfəsində cihadı vəsiyyət edir. Özü də buyurur, həm mallarınızla, həm canlarınızla, həm də dillərinizlə. Allah Teala da Qurani-Kərimdə Tövbə surəsinin 111-ci ayəsidir. Buyurur ki, İnna Allaha iştara minəl mu'minina anfusahum və amvalahum bi enne lahumul cennə. Allah Teala möminlərlə alver eləyir, ticarət eləyir. Belə ki, onların canlarını, mallarını alır, satın alır. Əvəzində isə cənnət verəcək. Bu cənnət həm maddi nemətlərdir, həm də mənəvi nemətlərdir. Həm Allahın yaratdığı, vəd etdiyi maddi nemətlər, həm də özünün razılığı, o mənəvi nemətlər ki, cənnətdə qeyd olunur. Yəni Allah özünü verir, özünü bəxş eləyər insana. Belə demək mümkündürsə. Qurani-Kərimdə bax, onu cihadı Allahla ticarət adlandırıb Qurani-Kərim. Və nə gözəl ticarətdir. Ümumiyyətlə, insan bu həyatda ticarət eləyir, alver eləyir. Nəyin müqabilində isə insan yaşayır, ömür sürür, işləyir, mövqeyi tutur, reaksiya verir, nəyinsə müqabilindədir. Bu əslində insan hər an, belə deyək, ticarətdədir, alverdədir. Məsələn, ömrünü hər an itirir, hər an verir. Allah Teala bir ömür verib. Bu ömrü biz necə istifadə edirik? Əslində biz ömrü veririk, nəyisə alırıq. İndi aldığımız şey əgər müvəqqəti şeylərdirsə, müvəqqəti ləzzətlər, müvəqqəti həzlərdirsə, onda uduzuruq. Çünki əlimizdə ömürdən başqa bir sərmayəmiz yoxdur. 70 il, 50 il ömür verilibsə bizə, bunu necə sərf edirik biz? Nəyə sərf edirik? Bu əlimizdən çıxır. Biz elə bir şeyləri almalıyıq ki, əbədi bizə sərmayə olsun. Yaxşı bir sərmayə olsun. Keçici ləzzətlərə bunu satmamalıyıq. Təbii ki, halal ləzzətlərdən istifadə etmək Allah Teala buyurur və Allah verib bunu insana. Amma bunu əgər biz harama sərf etsək, uduzmuş oluruq. Qurani-Kərim buyurur ki, وَالْعَصْرِ اِنَّ الْاِنْسَانَ لَفِي خُسْرٍ And olsun əsrə, zamana. İnsan ziyan içindədir. İllellezine amanu və amilus salihat və təvasav bil haqq və təvasav bis sabr. Amma istisna qoyur, buyurur ki, iman gətirənlərdən başqa,
əməli salih iş görənlərdən başqa, haqqa tövsiyə edənlərdən başqa və səbr edənlərdən başqa. Bax, bu 4 sərmayə bizi ziyandan xilas eləyir, uduzmaqdan xilas eləyir. Bax, insan ömrünü verir, əbədi bir şeylərin müqabilində verməlidir. Keçici şeylərin müqabilində yox. Bax, bu əslində həm də cihaddır. İnsan öz sərmayəsini nəyə xərcləyir? Allah təala buyurur ki, mənə xərclə. Öz canını da mənə xərclə, malını da mənə xərclə. Bütün olan qalan nəyin varsa sat mənə, mən alıram. Əvəzində çox dəyərli şeylər verirəm. Düzdür ki, biz özümüz də Allaha məxsusuq, var dövlətimiz də Allaha məxsusdur, əlimizdə nəyimiz varsa, varlığımız hətta Allaha məxsusdur, Allah yaradıb. Amma Allah yenə də burada güzəştə gedir, buyurur ki, bu sənindir, vermişəm sənə, sənindir. İndi təzdən onu sat mənə. Bu necə də gözəl ticarətdir. Məsələn, sən birinə bir şey verirsən, mal verirsən, deyirsən ki, indi yəni pulsuz verirsən, sonra deyirsən ki, onu sat mənə pulla. Bunun müqabilində mən sənə pul verirəm. Bu nə gözəl yəni bir alicənablıqdır, nə gözəl bir güzəştdir. Allah təala da buyurur ki, mən hər şey vermişəm sənə. İndi sən onu mənə sat, mən səni pulla alıram, pulunu verirəm. Buyurur ki, o pul, o sərmayə cənnətdir. Çünki dünyada elə bir dəyər yoxdur ki, sənin canının bahasına olsun, malının bahasına olsun. Yox. Sən ki, niyyət etdin Allaha xatir, bu niyyəti ki, etdim, bax, bu niyyətim məni dünyadan çox-çox yüksəklərə aparır. Dünya mənim üçün o niyyətimin qarşısında çox kiçilir. Allah təala buyurur ki, sənin qiymətin dünya malı deyil. Dünya deyil. Baxmayaraq ki, yəni dünyanı da verir Allah təala. Söhbət ondan getmir. Amma buyurur ki, sənin qiymətin artıq bu dünya deyil. Sənin qiymətin mənəm. Mənim cənnətimdir ən azı. Necə ki, Əmirül-Müminin əleyhissalam buyurur ki, sizin ən ucuz dəyəriniz cənnətdir. Ondan ucuza özünüzü satmayın. Bax, bu cihadın elementləridir, cihadın bazasıdır, cihadın belə deyək, məqsədləridir. Əmirül-Müminin son nəfəsində bax, bunu vəsiyyət eləyir. Malınızla, canınızla və dilinizlə. İnsan bəzi şeylər var ki, məsələn, orada öz malını sərf etməlidir, malından keçməlidir. Bəzi şeylər var ki, yox, malı keçməklə kifayətlənmir. Yəni, bəs etmir. Gərək can qoyasan. Onda gərək canını da verəsən. Bəzi dəyərlər var ki, canını gərək verəsən. Məsələn, Allah, din, vətən, namus, ailə, canın bahasına da olsa, bunları qorumalısan. Sonra bir mərhələdə dillə olan mərhələdir ki, bu birinci, ilk mərhələdir ki, insan birinci dillə cihad etməlidir, mədəni cihadda aktiv olmalıdır. İndiki dünyada ən çox təsirli vasitələrdən biri də məhz bəyan etməkdir. İzah etmək, məsələləri izah etmək, məntiqli dəlillər gətirmək. Bax, bu peyğəmbərlərin yoludur, izah etmək. Bu dillə olan cihaddır. Peyğəmbərlər əslində ilkin mərhələlərdə, yəni nə ki, peyğəmbərlər, bütün insanlar, bütün davamçılar, onların davamçıları hamısı elə dillə cihada başlayıblar. Çünki mədəni cihad təfəkkürə işləyir, təfəkkürü dəyişdirir, təfəkkür formalaşdırır. Bu mədəni cihad ən üstün cihadlardan biridir. Və bəzən insan hətta fiziki cihadda qalib gəlsə də, amma mədəni cihadda, yəni sözlə, məntiqlə, təfəkkürlə, diyaloqla olan cihadda, mübarizədə məğlub olsa, o fiziki cihadda qalib gəlməyin bir mənası yoxdur. Görürsən, imamların əksəriyyəti razı olmurdular ki, vaxtsız bir
cihad etsinlər, fiziki cihad. Yox. Çünki mədəni cihad yoxdursa, təfəkkür formalaşmayıbsa, sən ayağa qalxsan da məğlub olacaqsan. Çünki insanların təfəkkürü səni qəbul etmir. Əmirül-Müminin əleyhissalam gəldi, hakim oldu. İmam Həsən hakim oldu. Nə oldu? Çünki təfəkkür o təfəkkür deyildi deyə onlar məcbur olub Muaviyə ilə sülh etdilər. Birinci mədəni cihaddır, dillə olunan cihaddır. Bu müqəddəs bir işdir. Sən əgər birinə bir şey anlada bilirsənsə, məntiqli şəkildə və onun təfəkkürünü dəyişdirirsənsə, böyük cihad etmisən. Cəfəri Təyyar, bilirsiniz, Həzrəti Əli əleyhissalamın qardaşı idi. Əbu Talibin oğlu idi. Həzrəti Əlidən yaşca böyük olub. Onlar, müsəlmanlar ilk dəfə Həbəşistana hicrət etdilər və orada Nəcaşi Həbəşistanın kralı idi, Efiopiyanın kralı idi. Əbu Talibin oğlu, yəni Cəfəri Təyyar orada elə məntiq ortaya qoydu ki, onların ardınca gələn o müşrikləri yerində otusturdu və Nəcaşini kralı qani etdi öz məntiqi ilə. Nəcaşi ondan sonra dedi ki, siz azadsınız mənim ölkəmdə, azad şəkildə yaşaya bilərsiniz. Və müsəlmançılığı ilk dəfə Efiopiyaya aparan məhz həmən ilk hicrət edən müsəlmanlar oldu. Efiopiyaya, yəni Həbəşistana hicrət edən müsəlmanlar, onların başçısı Cəfəri Təyyar idi, Həzrəti Əlinin qardaşı. Orada müsəlmançılıq yayıldı. Hətta Nəcaşi özü də, kral özü də İslamı qəbul etmişdi. O vəfat eləyəndə Həzrəti Peyğəmbər ona qiyabi namaz qıldı Mədinədə. Qiyabi namaz qıldı. Belə bir şəxsiyyət idi Cəfəri Təyyar. Siz təsəvvür eləyin ki, bir şəxs ki, gedir məntiqlə, elmlə, dəlillə kralı qane eləyir və kral İslamı qəbul eləyir. Bunun nə qədər dəyəri var? Bunu biz dəyərləndirmək istəsək, həqiqətən də fiziki cihaddan da üstün bir dəyər verməliyik. Çünki fiziki cihadda itkilər olur. Burada isə itkilər olmadı. Bu müqəddəs bir işdir. Məsələn, Mədinə də o cür. Mədinə cəmaatı zorla İslamı qəbulləməyib. Orada fiziki cihad tətbiq olunmayıb. Dillə, mədəni cihadla Mədinə İslamı qəbul edib. Xeybər müharibəsində Həzrəti Peyğəmbər Xeybəri fəth etdikdən sonra Cəfəri Təyyar Mədinəyə qayıdır. Bu hissəyə diqqət edin. Xeybəri fəth etdikdən sonra Cəfəri Təyyar Mədinəyə qayıdır, yəni həmən o Xeybər müharibəsində artıq çatır Mədinəyə. Həzrəti Peyğəmbər Cəfəri Təyyarı görəndə buyurur ki, mən bilmirəm Xeybərin fəthinə sevinim, ya Cəfərin qayıdışına sevinim. Cəfər Həbəşistandan gəlmişdi Həzrəti Peyğəmbərin yanına Mədinəyə. Siz baxın, bir alimin, o cür mübarək bir insanın qayıdışını Peyğəmbər bir fəthlə müqayisə edir. Özü də elə bir fəth ki, fitnənin gözü kör olub o fəthdə. Xeybər qalası fəth olunub. Belə bir fəthlə bir alimin qayıdışını Həzrəti Peyğəmbər müqayisə edir. Buyurur ki, mən bilmirəm Xeybərin fəthinə sevinim, ya Cəfərin qayıdışına. İndi baxın, görün, bu mədəni cihad nə qədər vacib və təsirli bir məsələdir. Alimlər nəyə görə deyir, alimin mürəkkəbi şəhidin qanundan üstündür? Məhz buna görədir. Alim təfəkkürü dəyişdirir. Təfəkkür dəyişməsə, yenə deyirəm, fiziki cihadda hətta qalib də gəlsin, xeyri yoxdur. Xeyri yoxdur. Gərək təfəkkürdə dəyişiklik olsun. Bəzən peyğəmbərlər
bir şəhərə gediblər, sırf o təfəkkürü dəyişdirmək üçün. Əksər peyğəmbərlərin dəvətinə biz baxsaq, görərik ki, missiya elə o təfəkkür dəyişənə qədər olub. Ondan sonra peyğəmbər oradan çıxıb. Həzrəti İbrahim peyğəmbər Babildə yaşayırdı, bilirsiniz. Babildə mübarizələr apardı. Babildə bütpərəstliklə mübarizə apardı. Bütləri sındırdı. Sonra məhkəmə quruldu. Bütxanada bütləri sındırandan sonra baltanı asmışdı böyük bütün boynundan. Kiçik bütləri isə qırmışdı. Məhkəmədə dedilər ki, sən etmisən bunları, ey İbrahim. Həzrəti İbrahim buyurdu ki, onu böyük büt eləyib. İnanmırsınızsa soruşun o sınmış bütlərdən. Çünki balta axı böyük bütün boynundan asılıb. Ona görə İbrahim peyğəmbər demədi mən etməmişəm. Dedi balta onun boynundadır. O sınmış bütlərdən soruşun. Onu böyük büt eləyib. Böyük büt sındırıb. Quran-ı Kərim orada bir işarə eləyir, sonra keçir. Deyir ki, onlar bir anlıq özlərinə qayıtdılar. Bir anlıq özlərinə qayıtdılar. Öz vicdanlarına qayıtdılar. Bax, bu artıq İbrahimin cihadı idi. Onları bir anlıq vicdana qaytarmaq. Sonra deyir, yenidən əvvələ döndülər və dedilər ki, ey İbrahim, sən bilmirsən bəyəm, bu bütlər danışmır. İbrahim də cavabında buyurdu ki, madəm ki danışmır, onların heç bir ziyanı, heç bir xeyri yoxdur sizə, Allahı qoyub onlara niyə ibadət eləyirsiniz? Bu İbrahimin məntiqi idi. Bu bir anlıq özünə qaytarmaq, o vicdanı oyatmaq bir anlıq. Bəzən bütün peyğəmbərliyin missiyası olur. Ondan sonra İbrahim peyğəmbər öz missiyasını orada tamamlayır. Ondan sonra od məsələsi, odda yanmamaq məsələsi də oldu, möcüzə də göstərdi. Ondan sonra Allah Teala İbrahimə dedi ki, dayı, Babildən çıx get. Da bəs eləyər. Ondan sonra Həzrəti İbrahim çıxır gedir Fələstinə. Ona görə dillə cihad etmək, anlatmaq, yəni bir dəfə yox, iki dəfə yox, hər dəfə anlatmaq. Həzrəti Peyğəmbərin böyüklüyü onda idi ki, o hər dəfə anlatırdı. Cəmiyyətin cahilliyi onu qorxuya salmadı, onu vahmiyə salmadı. O cahillərlə də danışdı, söhbət etdi, diyaloq apardı. Həmişə hər dəfə dəlil, məntiq, təmkinlə söhbətinə davam etdi. Bu idi Peyğəmbərlərin yolu. Ona görə insan yorulmamalıdır, anlatmaqdan yorulmamalıdır. Haqq yolu, haqq məntiqi, haqq dini gərək anladasan ki, insanlar başa düşsün. Amma güclü dəlillərlə. Burada İslam, Quran, Peyğəmbər bizim boynumuza haqq qoyur. Quranı görürsünüz necə məntiq və dəlilləndir, bəlağətləndir, fəsahətləndir. Onun ardıcılları da bəlağət və fəsahətlə danışmalı, məntiqlə danışmalı, elmli olmalı. Quran-ı Kərim buyurur ki, ya Peyğəmbər, mənim o bəndələrimə müjdə ver ki, onlar sözün ən yaxşısını dinləyir. Onlar sözü dinləyir, amma ən yaxşısına tabi olur. Bu o deməkdir ki, İslam, Quran diyaloqa dəvət eləyir bütün millətləri, bütün dinləri diyaloqa dəvət eləyir. Danışmağa, diskussiya dəvət eləyir. Çünki sözü gərək birinci dinləyəsən, sonra yaxşısına tabi olasan da, sözü dinləmədən, diskussiya aparmadan, qarşı tərəfin sözünü eşitmədən necə ən yaxşısına tabi olarsan? Deməli, Quran-ı Kərim bizi diyaloqa dəvət eləyir. Bu diyaloqda hər şey aydın olur. İndi yaxşı, sən burada ən yaxşı dəlil ortaya qoymalısan. Ən yaxşı dəlil. Qarşı tərəf də bir məntiq, bir dəlil əgər var idisə, o dəlili qəbul etməlisən. Qarşı tərəfin bütün sözlərini yox, o dəlilli, möhkəm sözlərini qəbul edəcəksən. Sən də çox möhkəm bir dəlil ortaya qoymalısan. Bax, budur İslamın bizim boynumuzda qoyduğu haqq ki, bu hamısı dillə cihadın
əlamətləridir. Sosial şəbəkələrdə bugün aktiv olmaq boynumuzun borcudur. Orada dayanmadan, yorulmadan izah etmək, qabalığı kənara qoymalıyıq, kobudluğu kənara qoymalıyıq. Çünki qabalıq və kobudluq, təhqiramiz ifadələrdən istifadə etmək, qeyri-etik sözlərdən istifadə etmək, haqlı ikən insanı haqsız duruma salır. Qətiyyən buna yol vermək olmaz. Lap bülbül kimi cəhcəh vur. Məntiqin ən belə dəqiq olan məntiqli sözləri ortaya qoy, amma kobud formada, təhqiramiz formada, qeyri-etik sözlərdən istifadə edərək burada sən məğlubsan. O kəs qalibdir ki, o nəzakətlə, yorulmadan, əsəbləşmədən, kobudluq etmədən, qarşı tərəfi təhqir etmədən, bax, bu dəlilləri, gözəlliyi ortaya qoymuş olsun. Bax, bu Həzrəti Əmirül-Müminin əleyhissalamın tövsiyəsidir. Hətta Muaviyyənin ordusu təhqir eləyirdi. Hər cür nalayiq sözlər deyirdi. Hətta Həzrəti Əmirül-Müminin əleyhissalamın öz ünvanına təhqiramiz sözlərdən istifadə edirdi. Həzrəti Əlinin də ordusunda, tərəfdarları arasında onlara elə onların dili ilə cavab verənlər tapılırdı. Qeyri-etik sözlərdən istifadə olunurdu. Təhqiramiz formada cavab verilirdi. Əmirül-Müminin bunu eşidəndə çox narahat oldu. Deyir, mən istəmirəm sizi söyüşlə tanısınlar. Söyüş əhli olasınız, o cür tanınasınız. Mən bunu istəmirəm. Əksinə, onlar üçün dua eləyin. Deyin ki, Allah bizimlə onların arasını islah etsin. Baxın Əmirül-Müminin tövsiyəsinə. Allah bizimlə onların arasını islah etsin. Yəni, dostlaşaq. Bu nə qədər gözəllikdir. Nə qədər dinin mahiyyətini açır və dinin gözəlliyini ortaya qoyur. Din bunun üçün gəlib. Bax, bu dillə cihad böyük bir ordudur, böyük bir sərmayədir. Və dillə cihad olmasa, fiziki cihadın heç bir mənası yoxdur. İnsan yenə məğlub olacaq. Monqollar bütpərəst idilər. Gəlib bütün İslam aləmini işğal etdilər. Azərbaycanı, İranı, İraqı, böyük İslam coğrafiyasını işğal etdilər. Amma onlar əvvəlcə istəyirdilər, öz dinlərini tətbiq etsinlər, bütpərəstliyi orada yaysınlar, şamanizm və digər o etiqad bəslədiyi dinləri, baxışları orada tətbiq etsinlər. Amma gəlib görəndən sonra gördülər ki, yox, bizim İslamla, bu dindən mübarizə aparmaq üçün heç bir mətnimiz, məzmunumuz yoxdur. Heç bir sözümüz yoxdur. Axırda nə oldu? Məcbur olub İslamı qəbul etdilər. Başqa yolları tapmadılar. Görürsünüz, fiziki cihadda baxmayaraq ki, qalib gəlmişdilər. Baxmayaraq ki, uzun illər ərzində hakim oldular. Amma nə oldu? Nəticə etibarilə özləri məğlub oldular. Yəni, mədəni cihadda məğlub oldular. Məntiqin qarşısında məğlub oldular. Mədəni cihadın gücü budur. Mədəni cihadın təsiri budur. Əmirül-Müminin Əli əleyhissalam məhz bu məsələni xatırladır ki, dilinizlə də cihad etməyi, Allah yolunda cihad etməyi unutmayın. Mən cihad barəsində bir neçə hədis qeyd edeyim. Həzrəti Peyğəmbərdəndir. Həzrəti Peyğəmbər buyurur ki, Mən tərəkəl cihadə əlbəsəhullahu zullən və faqran fi məişətihi və məhqən fi dinihi. Buyurur ki, cihadı tərk edən
Buyurur ki Həzrət Peyğəmbər, cihadı tərk edən insanlara Allah, yəni bu tərk etməyin müqabilində, tərk etməyin nəticəsində zillət libası geyindirər. Həyatını yoxsulluğa duçar edər. Dinləri tədricən aradan gedər. Bu cihadın əhəmiyyəti buradadır ki, həm dini qoruyur, həm insana izzət verir, zillətdən qurtarır, həm də Peyğəmbər buyurur ki, fəqirliyi qovur cihad. Çünki geniş qapılar açır müsəlmanların üzünə, insanların üzünə. Beləliklə fəqirlik gedir. Yəni yeni-yeni iş yerləri, yeni-yeni qapılar, yeni dünyalar, yeni torpaqlar və yeni insanlar bu cihadın sayəsində olur. Bu təbii ki, həm də maddi imkan baxımından da geniş bir fürsət yaradır insanlar üçün. Yenə də Həzrəti Peyğəmbər buyurur ki, İnnallaha əəzzə ümməti bisənabiki xeyliha və mərakizi rimahiha. Allah Teala mənim ümmətimi cihada gedən atların dırnaqları və nizələrin ucları ilə şərəfləndirmişdir. Yəni, mənim ümmətimə cihadı nəsib eləyib, cihad etməyi vacib eləyib ki, indi o vaxtki nümunələri gətirir, atdır, nizədir, qılıncdır. İndi o vaxt ki, imkanlar bunlar idi, onların adını çəkir hədisdə. Deyir, bax, əslində bu izzət verib mənim ümmətimə. Cihad vasitəsilə mənim ümmətimi ucaldıb. Əmirül-Müminin əleyhissalam digər hədisdə buyurur, Vallahi, mə salahat dünya və la dinun illa bihi. Yəni bil cihad. Allaha and olsun ki, nə dünya, nə də din cihad olmadan islah olmaz. Yəni insanın dini və dünyası cihad vasitəsilə islah olar. Ki, cihadın mərhələlərini və mənalarını da bayaq qeyd etdim ki, onları nəzərə almaq lazımdır. Bax, bu cihad haqqında nəql olunmuş bəzi hədislər, çox cüzi bir hədislərə toxundum və ayələr də kifayət qədərdir. Surələr də kifayət qədərdir cihad barəsində. Allah Teala inşallah bizi də cihad əhlindən qərar versin. Vəssalamu aleykum və rəhmətullah.